Salam, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, bir neçə gündür ki, İran, İsrail və Amerika arasında adı qoyulmamış bir savaş başlayıb. Biz buna adı qoyulmamış savaş ona görə deyirik ki, qarşı tərəflər bunu İranda demokratik əməliyyat adlandırır. Amma bir ölkələrdə başqa bir ölkənin demokratik əməliyyat aparmasını mən doğru saymıram. Hər bu demokratik əməliyyatlar ölkə daxili, ölkədəki insanların işidir. Və hər ölkənin öz vətəndaşı gətirməlidir bu demokratiyanı. Amma bu məsələ tamamilə başqa müzakirə mövzusudur. Mən bilirəm ki, əziz izləyicilər, bizim İrana qarşı mövqeyimiz birmənalı deyil. Buna səbəb bizim orada yaşayan soydaşlarımızın hüquqlarının pozulmasıdır. Orada qadınların, günahsız insanların dar ağacına asılmasıdır. Orada yaşayan güneyli soydaşlarımızın söz haqlarının pozulması, öz haqqını tələb edənlərin dar ağacından asılmasıdır. Eyni zamanda Qarabağ Savaşı zamanı İran İslam Respublikasının Ermənistana etdiyi zaman olan yardımlardan olan incikliyimizdir vesaire və ilaxirə. Amma bütün bunlar toplu olaraq başqa bir günün, başqa bir zamanın müzakirəsidir. Hazırda həyəcan təbil çalınmalıdır. Çünki 3-cü Dünya Savaşı artıq qapımızdadır. Dünya Savaşı başlaya bilər. Yəni bu bizə bəlkə zarafat gəlir, bəlkə nə bilim, belə deyək, bəzi insanlar lağlağıya çevirib bu savaşı gülməli videolar paylaşır, gülməli şərhlər yazır. Amma bu belə deyil. Düşünün ki, 3 gün içində İran İslam Respublikasında savaşın ilk günü günahsız 85 qız şagird öldürüldü. Qız məktəbinə bomba düşdü və heç bir günahı olmayan 85'e yaxın qız şagird öldürüldü, qətlə yetirildi. Və eyni zamanda İranın dini lideri Əyətullah Hamneyi öldürüldü. Biz sevsək, sevməsək də fakt faktlığında qalır. Bir ölkənin dini lideri, bir ölkənin yarısından çoxunun sevdiyi, hörmət etdiyi bir dini lider öldürüldü. Eyni zamanda mən indi buradan sizə baxım notlarımdan, İsrail və Amerika Birləşmiş Ştatları İranın hücumu zamanı İran İslam Respublikasının silahlı qüvvələrin bir sıra yüksək rütbəli komandirləri də öldürüldü. Mən onların adlarını da sizə çəkim. General-mayor Məhəmməd Şirazi, Ali Baş Komandanın baş qərargah rəisi. General-mayor Salih Əsədi, silahlı qüvvələrin baş qərargah kəşfiyyat üzrə rəis müavini. General-mayor pilot Möhsün Dərrəbağı, silahlı qüvvələrin hazırlıq və dəstək üzrə rəis müavini. General-mayor Əkbər İbrahimzadə, Ali Baş Komandanın baş qərargah rəis müavini. General-mayor Qulamrıza Rəzəyan, Faraja Kəşfiyyat Təşkilatının rəhbəri. General-mayor Bəhram Hüseyni, mütləq baş qərargah plan və əməliyyat idarəsinin rəisi. General-mayor Həsən Əli Tacik,